Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Əsəddin Curuoğlu Novruzovun nəşinin qalıqları ailəsinə təhvil verilib. Bugün şəhidlə vida mərasimi keçirilib. Daha sonra Əsəddin Novruzovun qalıqları Mingəçevir şəhər şəhidlər xiyabanında dəfn edilib. Yaylım atəşi açılıb. Hərbi orkestrin ifasında dövlət himni səsləndirilib. Mərasimdə şəhidin doğmaları, Mingəçevir şəhər və Ağdam rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bu vətən yolunda bu kişinin o qədər zəhməti var ki, o qədər həm həkim kimi, həm bir döyüşçü kimi, həm bir vətən oğlu kimi. Bugünkü bu izdihamı qarşılayanların hamısına minnətdaram. Mən arzu edirəm ki, nə qədər gözü yolda olanlar var, onun hamısının gözü yoldan yığışsın. Necə ki bizim gözümüz yoldan yığışdı, bildik ki, gətirdik, dəfn elədik. Şəhidin tabutuna bükülmüş bayraq oğluna təqdim olunub. Qeyd edək ki, Əsəddin Curuoğlu Novruzov 1939-cu ildə anadan olub. O, 12 mart 1992-ci ildə doğulduğu Ağdərə rayonu Baş Güneypəyə kəndində itkin düşüb.